Salam uşaqlar. Deməli, ümumi daxili məhsul və ümumi milli məhsulun qiymətinin tapılması ilə bağlı məsələ həllinə baxacağıq. Ümumi daxili məhsul nə deməkdir? Əvvəlcə onu qeyd eləmişəm burada. Milli şirkət, yəni ölkənin milli şirkəti və xarici şirkət, amma ölkədə. Bax, buna diqqətli olun. Ölkə ərazisində xarici şirkət və bizim şirkət birlikdə çalışır və əldə etdiyi məhsulun dəyəri, ümumi payı, ümumi daxili məhsulun dəyərinin miqdarını verir. Ümumi milli məhsul isə milli şirkət və yenə milli şirkətdir, amma bu dəfə xaricdə. Yəni, həm bizim şirkət öz ölkəmizdə, həm də bizim şirkət xaricdə olan məhsullarının dəyəri ümumi milli şirkətin ümumi milli məhsulun dəyəri anlamına gəlir. Məsələdə bizdə qeyd olunub ki, ümumi daxili məhsulun miqdarı 60,4 milyard dollardır. Xarici şirkətin ölkə daxilindəki miqdarın payı isə 12 milyard dollar olaraq qeyd olunub və bizim şirkətlərin, xaricdə olan bizim şirkətlərin məhsul dəyəri isə, istehsal etdiyi məhsulların dəyəri isə 33,9 milyard ABŞ dollarına bərabərdir. Burada necə qeyd olunubsa, hamısını qeyd olunanları, yazılanların altından qeyd edirəm. Buna əsasən biz ümumi milli məhsulun dəyərini hesablaya bilərik. Baxın, 60,4 burada var. Ümumi daxili məhsuldan ölkədə olan xarici şirkətlərin payını çıxsam, alaram nə qədər? Alaram milli şirkətin məhsul dəyərini. Yəni, 60,4-dən çıxacam 12 milyardı, qalacaq nə qədər? 48,4 milyard dollar. Baxın, ümumi milli məhsulda eynən milli şirkət qeyd olunub. Yəni, 48,4-ü aşağıda da qeyd eləyə bilərəm. Ümumi milli məhsulda isə milli şirkət və bizim şirkətin xaricdəki dəyərinin cəmini verirdi. Yəni, mən bu iki dənəsini toplasam, ümumi milli məhsulun dəyərini alacam. 33,9 və 48,4 milyard dollar toplayanda 82,3 milyard ABŞ dolları eləyir. Cavabımız 82,3 milyard ABŞ dolları.